İnvestisiyadan əvvəl şirkətlərin maliyyə hesabatını necə oxumaq olar? Maliyyə hesabatı nədir? Maliyyə hesabatı şirkətin maliyyə vəziyyətini əks etdirmək üçün hazırlanmalı olduğu sənədlər toplusudur. Əsas sənədlər bunlardır. Balans hesabatı şirkətin nəyə sahib olduğunu, aktivlər və hansı öhdəliklərinin olduğunu göstərir. Mənfəət və zərər hesabatı şirkətin nə qədər qazandığını, nə qədər xərclədiyini və xalis mənfəətinin nə qədər olduğunu göstərir. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat şirkətə daxil olan və çıxan real pul axınlarını göstərir. Bu kağız üzərindəki mənfəətdən fərqlidir. Nəyə diqqət etməli? Gəlirlilik, xalis mənfəətə və rentabellik göstəricilərinə, aktivlərin və ya öz vəsaitin rentabelliyi baxılır. Yaxşı durumda olan şirkət qazandığından artıq xərcləmir. Borclar. Borclar aktivlərlə müqayisə olunur. Çox yüksək borc yükü təhlükəli əlamətdir. Pul axını. Şirkətin mənfəəti olsa belə, əgər real pul axını mənfidir və vəsaitlər axıb gedirsə, bu böhrana gətirib çıxara bilər. Sabit və müsbət pul axını böyük üstünlükdür. Artım. Son 3-5 ilin göstəricilərinə baxın. Gəlir, mənfəət, aktivlər artır, yoxsa dəyişməz qalır? Marja göstəriciləri. Ümumi mənfəət marjası, əməliyyat marjası və xalis marja. Bu göstəricilər xərclər çıxdıqdan sonra şirkətdə nə qədər vəsaitin qaldığını göstərir.